Salam. Yəqin ki, bugün xəbərlərə qısaca da olsa göz atmısansa, hər yerdə eyni başlığı görmüsən. Bəli, bugün, yəni 22 fevral 2026-cı il bütün dünyanı sarsıdan bir gün kimi tarixə düşdü. Tamamilə. Amma biz burada sadəcə xəbər başlıqlarını oxumayacağıq. Bu sıradan bir buraxılış deyil, bu sənin üçün xüsusi hazırladığımız bir dərindən təhlildir. Əlimizdəki mənbələri masaya töküb, bu xaosun arxasındakı əsl mənzərəni O böyük mənzərəni görməyə çalışacağıq. düzdür. Və masamızda kifayət qədər ciddi materiallar var. Reuters və Hindustan Times agentliklərinin bugünkü canlı hesabatları, ABŞ Maliyyə Nazirliyinin, yəni OFAC-ın rəsmi sənədləri, Konqres Tədqiqat Xidmətinin hesabatı, Global Guardian'ın bələdçisi var. Hətta kartel zorakılığını izah edən bir YouTube sənədli filmi və çox maraqlıdır ki, bir seriyalı qatilin Wikipedia səhifəsi də bura daxildir. Bəli, bəli. Bizim missiyamız aydındır. Elmenço ləqəbli bu Meksika narkobaronunun bugün öldürülməsi əslində nə deməkdir? Onun karteli, yəni CJNG, necə hərbi bir gücə çevrildi? Və bu, sənin kimi hadisələrin daxili üzünü anlamaq istəyən biri üçün nə vəd edir? Yaxşı, gəlin bunu hissələrə bölək. Təbii ki. Bax, əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, bu sadəcə bir xəbər deyil. Bu, 10 illiklər boyu davam edən sistemli bir problemin partlayış nöqtəsidir. Elə bugün baş verən reydin detallarından başlayaq. Aha, Meksika ordusu Xalisto ştatında Tapalpa ərazisində böyük bir əməliyyat keçirdi. Elmenço ağır yaralandı və Meksika şəhərinə hava yolu ilə aparılarkən helikopterdə öldü. Və burada çox kritik bir detal var. Bu əməliyyatda ABŞ kəşfiyyatının verdiyi məlumatlar həlledici rol oynayıb. yəni koordinasiyalı bir iş olub, amma reaksiya gecikmədi. Hindustan Times-ın hesabatına baxıram, yəni vəziyyət dərhal kontroldan çıxıb. Əməliyyatda 7 Milli Qvardiya üzvü ölüb. Eyni vaxtda Puerto Vallarta həbsxanasında ixtişaşlar başlayıb, bir mühafizəçi öldürülüb. Və küçələr, sən təsəvvür elə, dərhal maşınlar yandırılır, narkoblokadalar qurulur, göyə qalxan qara tüstülər var. Çünki bu qruplar üçün hücuma ən yaxşı cavab dərhal xaos yaratmaqdır. Dalğalar anında böyüdü. ABŞ və Kanada hökumətləri öz vətəndaşlarına dərhal olduğunuz yerdə gizlənin xəbərdarlığı verdi. Uçuşlar da ləğv edildi, düzdür? Bəli, United American Air Canada kimi şirkətlər uçuşları dayandırdı. Xalisko və Nayaritdə məktəblər bağlandı. Lakin məsələ təkcə fiziki xaos deyil, informasiya müharibəsi də gedir. Hə, o hava limanı videosu. Guadalajara hava limanının yanması ilə bağlı videolar yayıldı. Amma sonra məlum oldu ki, bu süni intellektə yaradılmış saxta videodur. Yəni panikanı bilərəkdən rəqəmsal olaraq da körükləyirlər. Dəqiq. Siyasi müstəvidə də reaksiyalar olduqca maraqlıdır. Bax, bu hissəni obyektiv dəyərləndirmək lazımdır. Məsələn, ABŞ-ın keçmiş səfiri Christopher Landau bunu böyük nailiyyət adlandırdı. O biri tərəfdən ABŞ prezidenti Donald Trump Truth Social'da yazdı ki, biz həddindən artıq çox qalib gəlirik, bu sadəcə ədalətli deyil. Bu tweetin arxasındakı kontekstə baxmaq lazımdır. Biz burada tərəf tutmuruq, sadəcə faktları təhlil edirik. ABŞ hökuməti cənub sərhəddində milli fövqəladə vəziyyət elan edib və kartellərə qarşı gömrük tarifləri təhdidini irəli sürüb. Yəni bu ölüm həm ABŞ, həm də Meksika üçün simvolik bir zəfər, bəlkə də siyasi bir rahatlaşma ola bilər. Bəs bu terroru yaradan adam Elmenço kim idi? O hissəyə qayıdaq. Məni ən çox təəccübləndirən onun keçmişidir. 1966-cı ildə yoxsul bir kənddə. Avokado fermeri kimi işə başlayıb. Bəli, avokado fermeri. Sonra ABŞ-da heroin ticarətinə görə həbs yatır, deportasiya olunur və qayıdıb Meksikada yerli polisə qoşulur. Yəni polisdən cinayət bossuna çevrilməyin ironiyası çox böyükdür. O, polisdə olanda sistemin necə işlədiyini öyrəndi. Millennium kartelinin qalıqlarından və Los Mata Zetas, yəni Zeta qatilləri qrupundan istifadə edərək bugün bildiyimiz CJNG-ni, Xalisko yeni nəsil kartelini qurdu. Və o fakt sənədləri göstərir ki, onlar qısa müddətdə dünyanın ən təhlükəli 5 transmilli cinayətkar təşkilatından birinə çevrildilər. Fentanil, heroin, metamfetamin Və kokain. Məsələn, Juan Manuel Abuzaid El-Baye, ləqəbi ilə El Scorpion kimi şəxslər vasitəsilə ABŞ-da nəhəng bir maliyyə şəbəkəsi qurdular. Bax, əsl maraqlı olan hissə budur. Onlar sadəcə köhnə tipli narkobaronlar və tapançalı quldurlar deyillər.
Bunlar artıq Yarım hərbi bir təşkilatdır, Los Zetas'dan ilhamlanıblar, üzərlərində CJNG logosu olan hərbi jilitlər geyinirlər. hətta özlərinə məxsus zirehli maşınları var, Monstruosos deyirlər onlara. Əldə qayırma tanklar. Düzdür, 2015-ci ildə hərbi helikopteri RPG ilə vurmaları və ya Meksiko şəhərinin polis rəisi Omar Garcia Harfuça etdikləri o cəsarətli hücum onların hərbi gücünü göstərir. Amma təkcə qorxu ilə işləmirdilər. O Robin Hood psixologiyası da var idi. 2020-ci ildə koronavirusun ən ağır vaxtlarında xalqa üstündə CJNG möhrü olan ərzaq paketləri paylayırdılar. Edgardo Buscaglia'nın sözlərini xatırlayaq, Menço yoxsul xalq üçün korrupsiyalaşmış hökumətlə müqayisədə ən az pis seçim kimi görünürdü. Siyasətçiləri satın alaraq güclü sosial baza formalaşdırmışdı. Yəni həm çörək verirdi, həm də qorxu yayırdı. İndi biraz qaranlıq bir mövzuya keçirik, dinləyicilərimizə xəbərdarlıq edək ki, bu detallar ağırdır. YouTube mənbəmizdəki o El Cholo hekayəsi. Bəli, Carlos Henrique Sanchez Martinez vaxtilə Menço'nun sağ əli idi, amma sonra xəyanət etdi və Sinaloa ilə ittifaqa girdi. Və CJNG onu sadəcə yox etmədi. Xeyr, onlar qurbanı sadəcə öldürmürlər. El Cholo oğurlanır, ona yalançı etiraflar etdirilir, güya ABŞ konsulluğuna qumbara atıb, sonra isə işgəncə başlayır. Həkimlərin nəzarəti altında, düzdür? Tamamilə. Huşunu itirməməsi üçün xüsusi həkimlər gətirilir. Ayaq barmaqları kəsilir, qabırğaları qırılır, gözləri oyulur, sonda vurulur və cəsədi plastikə bükülü halda mərkəzi bir parkda nümayiş etdirilir. Üzərində də xain El Cholo yazısı ilə. Yəni bu qəddarlıq, sən qeyd etdiyin Wikipedia mənbəsindəki o Fernando Hernandez Leiva adlı seriyalı qatilin vəhşiliyindən fərqlidir. Çox fərqlidir. O adam 137 nəfər öldürmüşdü. Amma məhkəmədə deyirdi ki, bunu şəxsi ehtiyaclarımı ödəmək üçün etmişəm. Ruhu xəstə idi. Burada ən heyrətamiz məqam odur ki, Leiva xəstə idi, amma CJNG rəhbərliyi, yəni Menço, tamamilə praqmatikdir. Onların bu terroru nümayişkaranə, korporativ bir terrordur. Hökumət və rəqiblər üzərində leverage, yəni xorxu rıçağı yaratmaq üçündür. Və bu rıçağı sadəcə narkotik üçün yox, ekstraktiv cinayətlər üçün də istifadə edirlər. Sən bəlkə fentanil istifadəçisi deyilsən, amma əgər marketdən avokado alırsansa Və ya limon alırsansa, bəli, Michoacandakı o fermerlərin gəlirlərinin düz 13%-ni qəsb edirlər. Bu qruplar parazit kimidir. Bəs neft məsələsi? Pemex dövlət neft şirkətinin borularından yanacaq oğurluğu var. Təsəvvür edin, 2014-cü ilin cəmi 9 ayı ərzində dövlətə 1,15 milyard dollar ziyan vurublar. Dəhşətdir. Yəni bu iqtisadiyyat istər-istəməz sənin də həyatına, sənin cibinə toxunur. Bəli. Yaxşı, indi gələk əsas məsələyə. Bütün bunlar nə deməkdir? El Menço bugün öldürüldü. CJNG-nin sonu çatdı mı? Şahı öldürəndə oyun bitirmi? Konqres Tədqiqat Xidmətinin hesabatı bu suala çox dəqiq cavab verir. ABŞ-ın və Meksikanın 10 illiklərdir tətbiq etdiyi Kingpin, yəni lideri yox etmə strategiyası, əslində kartelləri bitirmir. Əksinə onları balkanlaşdırır. Parçalayır, yəni. Düzdür. Zetas, Gulf Kartel, La Familia Michoacana liderləri tutulanda onlar çoxlu kiçik, lakin daha vəhşi və nəzarətsiz qruplara bölündülər. Bu parçalanma JNG üçün necə olacaq? Məsələn, biz bilirik ki, Sinaloa karteli El Chapo'nun vaxtında belə daha mərkəzsizləşdirilmiş, franşiza kimi işləyirdi. Amma JNG belə deyil axı. Əla məqamdır. CJNG çox şaquli, yuxarıdan aşağı idarə olunan bir ordudur. El Menço'nun ölümü indi o təşkilatın daxilində çox qanlı bir varislik müharibəsinə səbəb olacaq. Eduardo Guerrero Gutierrez'in o təsnifatı yadıma düşür. Meksikada hazırda 200-dən çox kiçik cinayətkar qrup var. Onlar gömrük qapısı rolunu oynuyor. Yolları kəsib pul alırlar ya da yerli mafiyalar kimi işləyirlər. Məli. Və parçalanma bu xaosu daha da artırır. Bax, sən bunu belə təsəvvür elə. Qlobal bir korporasiyanın CEO-sunu aradan götürürsən. Şirkət dağılmır. Sadəcə olaraq amansız, qanlı bir düşməncəsinə ələ keçirmə, yəni hostile takeover başlayır. Və bu dəfə rəqiblər səhmdarlar deyil. Raketanlarla, RPG-lərlə silahlanmış qatillərdir. Düzdür. Epizodu yekunlaşdırsaq,
El Mencho'nun bugünkü reydlə aradan götürülməsi Meksika və ABŞ üçün böyük bir taktiki zəfərdir. Bunu heç kim inkar etmir. Ancaq onun CJNG vasitəsilə yaratdığı o yarım hərbi, ifrat qəddar və iqtisadiyyatın hər hüceyrəsinə sızan model asanlıqla silinib gedən bir şey deyil. Tamamilə. Və mən mənbələrə baxanda çox düşündürücü bir sualla üzləşirəm. Biz gördük ki, bu qruplar artıq ordu helikopterlərini vurur, şəhər miqyaslı mühasirələr yaradır, xalqa ərzaq paylayır və hətta ekstorsiya vasitəsilə öz vergi sistemlərini qururlar. Hökumətin etməli olduğu şeyləri edirlər. Yəni, o zaman sənə belə bir sual qoyub gedirik. Əgər bu dərəcədə hərbiləşmiş, parçalanmış və milyardlarla dollar büdcəsi olan qruplar getdikcə mərkəzi hökumətdən qopmağa davam edərsə, onların növbəti addımı sadəcə narkotik satmaq olmayacaq. Meksika daxilində tam müstəqil, qanunlarını özləri yazan və siyasi bir üsyana çevrilən mikrodövlətlər qura bilərmi? Bu sadəcə cinayətkarlıqla mübarizədir? Yoxsa müasir bir vətəndaş müharibəsinin astanasındayıq? Bax, bu üzərində düşünülməli əsas sualdır. Ümid edirik ki, bugün masaya qoyduğumuz bu dərin təhlil sənin öz araşdırmaların üçün yaxşı bir başlanğıc nöqtəsi oldu. Bizi dinlədiyin üçün təşəkkürlər. Gələn təhlillərdə görüşənədək.